Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 13-14-ün testlərinin izahına baxacağıq. Müəyyən qədər qısa və lakonik belə deyim mövzu olduqlarına görə, biraz az mövzu olduğuna görə ikisinin elə bir yerdə kompleks şəkildə test hazırlamağı tam məqsədə uyğun gördüm. Və başlayaq testlərin izahına. Deməli belə, müəllimlər, nə istəyir bizdən? Səmərəli fasilitator olmaq üçün müəllimin yerinə yetirdiyi fəaliyyətlərdən deyil. Şagirdlər öyrənişlərinin yalnız imtahandan keçmək üçün lazım olduğunu düşünməməlidirlər. Bəli, şagird öyrəndiyinin yalnız imtahan üçün və yaxud müəllim dediyi üçün öyrənməliyəm, bu yanaşmada olmamalıdır. O öyrəndiyinin bütün həyatda, yəni şəxsi həyatı üçün, gələcək həyatında lazım olduğunu, həyatla əlaqəsini görməlidir. Düz. Şagirdlərin məqsəd və maraqları ilə tanış olmaq. Düz. Şagirdin məqsəd və marağı ilə tanış olanda artıq şagirdlə müəllim arasında müəyyən bir empatiya hissi, bir qarşılıqlı hörmət yaranır. Bir-birini artıq özünə yaxın bilmə hissi olur. Şagirdlərin maraqda saxlamaq üçün təlim nəticələrini gizli saxlamaq. Təlim, bax, belə demişdik ki, bəzi müəllimlər yanlış yanaşması budur ki, şagirdləri maraqda saxlamaq üçün bütün təlim prosesində daha diqqətli olsunlar deyin, təlim nəticələrini gizli saxlayırlar. Şagird nə öyrəndiyini bilməsə, o nəyə diqqət edəcəkdir? Mən ona nə öyrədəcəyimi, axırda nə öyrənməli olduğunu əvvəlcədən deməliyəm ki, o da fəaliyyət zamanı diqqət eləsin həmən məqamlara. Ona görə C səhvdir. D düz, anket sorğular keçirmək. Anket sorğu keçirəndə onun məqsəd maraqları ilə tanış oluram. Anket sorğu keçirəndə. Şagirdlərdə təlim fəaliyyətinə maraq oyatmaq. Onları dərsə cəlb eləməliyəm axı, maraq oyatmalıyam. Sonra deyir ki, fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlardan deyil. Dərs prosesinin səmərəli getməsi üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Mən də demişdim, nəticə nə olur olsun, planlı fəaliyyət səmərəlidir. Düz. Şagirdlərin fəaliyyətini daima müşahidə edir. Düz. Ancaq müşahidə elə olmalıdır ki, yalnız nəticəyə yox, prosesi də müşahidə etməliyik. Müəllim əsas şagirdlərin fəaliyyətinin nəticəsində diqqət bayaq dedim. Yalnız nəticəyə yox, prosesə də diqqət etməliyik. Yanlış cavab C-dir. A düz, B düz, C yanlış. Sonra, müəllim şagirdi yalnız eşitmək istədiyi cavabı almaq üçün ümumiyyətlə onların nəyə necə cavab verişini dinləməlidir. Səhvdir. Eşitmək istədiyi cavab, bax, izahda demişdim. Müəllim şagirdi həqiqətən eşitmək üçün dinləməlidir. Şagirdin nə dediyini dinləmək məqsəd olmalıdır. Yoxsa verdiyi sualın cavabını axtarmamalıdır qulağı ki, görüm yerdən o cavabı kim deyəcək. Bu məqam olmamalıdır. Deməli, nədir? Şagird eşitmək istədiyi cavabı almaq üçün deyil, ümumiyyətlə onların nəyə necə cavab verişlərini dinləməlidir. Doğru. Vaxtında verilməmiş və gecikmiş rəy effektiv rəy olmur. Bu da doğru. Demişdim. Məsələn, şagird bu gün durğu işarəsindən nə isə yanlış eləyir, xitabdan sonra vergül qoymur. Üstdən bir ay keçir, şagirdə deyirəm ki, sən falan yerdə bunu yanlış eləmişdin. Onun nə mənası var? Artıq üstdən nə qədər keçib gör. Hansı fikir doğru deyil? Müəllim şagirdin təfəkkürünü formalaşdırmağa xidmət edən əsas şəxslərdən biridir. Bəli. İnsan kapitalı kimdir? Şagirddir. Şagirdi gələcəyə hazırlayan kimdir? Müəllimdir. Fasilitator prosesini idarə edən şəxsdir. Bəli, fasilitator prosesi idarə edən şəxsdir. Hətta elə anında mən burada primitiv bir məqam var, onu düzəliş edeyim. Prosesi idarə edən şəxsdir. Əla. Bu da belə. Fasilitator prosesi idarə edən şəxs doğru. Müasir təlimdə, bir dəqiqə, biraz da yanlışlıq oldu. Bunu da düzəldək. Bunu da belə. Hazır, əla. İnsanı yönətmək, ona informasiyanı hazır şəkildə verməkdən daha faydalıdır. Bəli. Demişdim, informasiyanın mühazirə formasında oxu, şagirdə denən ala get bunu oxu gəl. Şagird oxuduğu yadından çıxacaq. Yaxşı olar ki, qoy özü araşdırsın, məlumat toplasın, yaxşısını pisi oradan seçsin, əsassızı fərqindən varsın. Müasir təlimdə informasiya hazır şəkildə verilmir. Bəli, şagird onu araşdırmalıdır. Fasilitatorun fəaliyyəti prosesi sadəcə qıraqdan izləməkdir.
Bax, demişdim ki, yanlış yanaşmalar var ki, elə düşünürlər ki, fasilitatorun fəaliyyəti sadəcə qıraqdan müşahidə etməkdir və yaxud fasilitatorun fəaliyyəti, belə deyim, passiv fəaliyyətdir. Bu elə deyil. Çünki müəllim axı məqamında nəyəsə müdaxilə eləyir, yeri gələndə müdaxilə eləyir, şagirdlərə təkan verir, kömək eləyir. Ona görə sadəcə qıraqdan izləmək deyil. Yanlış cavab odur. 4-cü suala baxıram. Fasilitator müəllimin tədqiqatçı müəllim roluna aiddir. Tədqiqatçı müəllim. Bax, 3 dənə orada məqam var. Tədqiqatçı müəllim, bələdçi müəllim, bir də məlumatlandıran, məlumat verən yəni. Şagirdləri tanımağa çalışmalıdır. Bəli, tədqiq eləməliyəm ki, axı onlar hərəsi bir ailədən gəlir. Görüm onların hansı xüsusiyyətləri var. Şagirdi entuarizm yönətmək, bələdçi müəllim, dünyada baş verən yerişlərlə tanış olmalıdır, məlumat verən. Şagirddən hər hansı proqrama, kursa bələdçi, axı irəlidə gedir, ona yön göstərir. Şagirdləri müxtəlif resurslarla təmin etmək, məlumat. Bu da belə. Yalnız A variantı nədir? Tədqiqatçı müəllimə aiddir. Səmərəli fasilitator olmaq üçün müəllimlərin yerinə yetirdiyi şagirdlərinizi cəlb edin fəaliyyətinə aiddir. Bax, nəyə aiddir? Cəlb etmə fəaliyyətinə. Hansı? Təlim prosesində həyatdan ən sadə nümunələr gətirilməsi. Təlim prosesində həyatdan ən sadə nümunələrin gətirilməsi şagirdlərinizi prosesə cəlb etmək. Elə A variantı ola bilər. Şagirdləri yaxından tanımaq, onlarla söhbət etmək, şagirdləri yaxından tanımaq, cəlb etmək. Bu, təlim prosesində həyatdan ən sadə nümunələrin gətirilməsi həyatla əlaqədir. Sinifdən çıxın. Sinifdən çıxmağa aiddir. Aydın oldu? A səhvdir. Bizdən cəlb etməni istəyir. Şagirdləri yaxından tanımaq, onlarla söhbət etmək, maraqları ilə tanış olun. Anket sorğularının keçirilməsi. Maraqla tanış olmaq üçün anket sorğu keçirirəm. Şagirdlərdə təlim fəaliyyətinə maraq oyatmaq. Bax, maraq oyadıramsa cəlb eləyirəm. Elə D variantı. Təlim nəticələrinin əvvəlcədən plan, elə bu da təlim nəticələrinin əvvəlcədən verilməsi. Təlim nəticələrinin əvvəlcədən şagirdlərlə bölüşülməsi. Doğru cavab nə oldu? D variantı. A-nı bir də vurğulayım. Bax, A nədir? Təlim prosesində həyatla əlaqə deyirsə, həyatdan sadə nümunə gətirilməsi sinifdən çıxmaqdır. Yəni həyatla əlaqələndirir. Daha sonra müəllim şagirdə mövzunu daha yaxşı başa düşmələri üçün evdə özlərinin də araşdırma edə biləcəkləri mənbələri tövsiyə edir. Bax, ona məlumat verir, mənbə tövsiyə edirəm. B variantı. Məlumatla təmin edir. Mən məsəl üçün deyirəm, tədqiqatçı deyiləm bu prosesdə. Onun belə deyim, hansı ailədən gəldiyini, xarakterin xüsusiyyətini araşdırmıramsa, bizə mənbə verirəm ki, get öyrən. Şagirdləri cəlb edin. Bu nəyə aiddir? Fasilitator müəllimin rolu deyil. Fasilitator müəllimin yerinə yetirməli bacarıqlardandır. Bələdçi müəllim dinləmək bacarığı bu deyil. Bu üçü ola bilər də, tədqiqatçı, məlumatla təmin edən, bir də bələdçi müəllim. Bələdçi də yol göstərir. Nətər? Məsələn, hansısa bacarığı görür, yüksəkdir, deyir, get, məsələn, hansısa kursa get, dil öyrən. Ancaq mənbə sözünü görürəmsə, məlumat verirəm axı ona mən. Sonra müəllim şagirdlərin nə etdiklərinə deyil, necə etdiklərinə fikir verir. Necə etdiklərinə. Aydın məsələn, burada mən müşahidə edirəm. Müşahidə edirəm. Qata bilərsiniz, ola bilər dinləməklə. Dinləyən zaman onun, belə deyim, fəaliyyətini, nəyisə dinləyirəm. Yəni, nə etdiklərinə deyil, necə etdiklərinə baxıramsa, müşahidə eləmiş oluram. Müşahidə. Bu da D variantı. Dinləmək nə idi? Məsələn, müəllimin məqsədi həqiqətən şagirdi eşitmək üçün dinləyir. Yoxsa verdiyi sualı cavabını almaq üçün yox. Ona görə A olmaz. Sonra, hansı fikir fasilitasiyaya aid edilə bilməz? Hansı fikir fasilitasiyaya aid edilməz? Dərsi bölməmək və vaxta qənaət üçün rəy verməyə dərsdən sonraya saxlamaq. Bax, fasilitasiyaya aid edilə bilməz. Ola bilər dərsi bölmək üçün eləyərsən. Ancaq fasilitator müəllim anında reaksiya verməlidir. Yəni, müdaxilə etməlidir ki, şagird fəaliyyətini artıq səhvləri minimuma endirə inkişaf etsin. Ona görə A variantı səhvdir. Rəy vaxtında verilməlidir. Təlim nəticəni şagirdlərə əvvəlcədən elan etmək. Bəli, demişdik. Şagird nə öyrənəcəyini bilsin, nəyə fikir verəcəyini bilsin, əvvəlcədən deməliyəm. Şagirdləri eşitmək istədiyimiz cavabı eşitmək üçün deyil, ümumiyyətlə dinləmək lazımdır. Bəli, bayaq az əvvəl vurğuladım. Şagirdlərə öyrəndiklərini müəllim dediyi üçün deyil, imtahanda lazım olduğu üçün deyil.
həyatda tətbiq eləyəcəkləri üçün öyrəndiklərini izah etmək lazımdır. Müəllim o vaxt fasilitator rolunda çıxış edir ki, o mühazirə tipli aydın məsələdir, formatdan çıxmalıdır, bu da düzdür. Yanlış deyəndə aid olmayan cavab A variantı. Daha sonra fasilitasiya ilə bağlı fikirlərdən hansı doğru deyil? Fasilitator müəllim şagirdlərin həm idraki fəaliyyətindən, həm də emosional vəziyyətindən xəbərdar olmalıdır. Bunun üçün müəllim tədqiqatçı olmalıdır, tədqiqatçı müəllim araşdırmalıdır, bəli. Sonra dərs prosesində keçən mövzunun həyatla əlaqələndirməsi dərsdə, bəli, şagird onun müəllim dediyi üçün, nə bilim, imtahanda lazım olduğu üçün yox, həyatla əlaqəli olduğu üçün öyrəndiyinin fərqinə varmalıdır. Müəllim dərs prosesində çatışmayan tərəfləri üzə çıxarmaq üçün rəy bildirməməlidir. Müəllim necə rəy verməlidir? Müsbət olmalıdır rəy. Şagirdin fəaliyyətinə görə. Ola bilər şagird nəyisə səhv eləsin, ancaq onu çalışdığına görə, səy göstərdiyinə görə, belə deyim, halaldır, səy göstəribsən, çalışıbsan, bu formada rəy vermək lazımdır. Yoxsa məsələn çatışmıyor, mənfi cəhətlərə yazıbsan, ancaq burada 5 dənə səhvin var. Get təzədən onları düzəlt gəl. Bu formada rəy olmaz. Deməli, nəyə? Çatışmazlığa rəy bildirməməliyik. Doğru. Bildirmək desə yanlış olar da, inkardadır, bildirməməliyik. Müəllim dərs prosesini cəlbedici etmək üçün daim qrup işindən istifadə etməlidir. Bayaq dediyim nədir məsələ? O izahda, bayaq dediyim izahda dediyim məqam, qrup işi hər bir iş forması tətbiq olunmalıdır. Yalnız bir iş formasından izaha baxıbsızsa iş formasına, yalnız bir iş formasından istifadə etmək doğru deyil. İş formasının 4-ündən də istifadə edilməlidir. Yanlış cavab D-dir. Fasilitasiyanı səmərəli aparmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Bəli, əvvəlcədən planlamaq, hazırlaşmaq lazımdır ki, fəaliyyətimiz səmərəli olsun. Və dərs prosesində qarşımıza çıxan problemlərə anında müdaxilə edə bilək. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyən edin. Yanlış yol verdiyi. Müəllim şagirdlərə müxtəlif dinləmə materialları verərək onlarda sözlərin düzgün tələffüz bacarığını formalaşdırmağa çalışır. Proses boyu şagirdlərə lazım istiqamətlər verir. Bizə nə istəyir? Yanlışı. Burada nə yanlış var ki? Görürəm şagirdlər sözləri rahatlıqla tələffüz edə bilmir və onlara tələffüzə uyğun bacarıq, tapşırıq verirəm. Şagirdlər də məqsədim nədir? Şagirdlərin sözləri düzgün tələffüz bacarığını formalaşdırmaq və müəyyən istiqamətlər də verirəm ki, fəaliyyətləri səmərəli olsun. Yəni yollarını azıb gedib lazımsız bacarıqlar əldə etməsinlər. Yəni məqsəd nə idi? Düzgün tələffüz. İstiqamət də verin, qoy bu düzgün tələffüz bacarığı formalaşsın. Burada nə yanlış var ki? Müəllim şagirdlər də müxtəlif fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlarda analoji düşünmə bacarığı formalaşdırır. Analoji düşünmə nədir? İki əşya arasında oxşarlığı müəyyənləşdirmək. Onları əlaqələndirmək. Bacarıq formalaşdırır. Bu şagirdlərin yeni anlayışları öyrənmələri baxımından daha faydalı hesab edilir. Baxın, öyrənən zaman yeni bir şey öyrənəndə insan beyni istəyir ki, onu nəyinəsə əlaqələndirib öyrənsin. Elə deyil sizdə də. Yeni bir şey öyrənəndə deyir, bax bu buna oxşayır. Əlaqələndirim, elə yadda saxlayım, elə öyrənim. Müəllim də onu istəyir də, burada nə pis fəaliyyət var ki? Məqsəd şagirdlərin hər birini müzakirə prosesinə cəlb etməkdir. Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət qrup yaradaraq onlarda sual formalaşdırmağı, bax, artıq mən bu fəaliyyətdə elə yanlışı görürəm ki, nədir burada? Yanlış mənim diqqətimi çəkir ki, yalnız aktiv şagirdlər deyirsə də artıq bu fəaliyyət yanlış fəaliyyətdir. Yalnız aktiv şagirdlərlə fəaliyyət göstərmək, iş görmək olmaz. Və pasiv şagird, onda belə çıxır ki, dərs prosesi pasiv şagirdlər kənarda qalmalıdır, aktiv şagirdlərlə qurulmalıdır. Elə mən bunu görürəmsə, bir pasiv şagirdləri seçirəmsə, elə bu mənə deyir ki, mən burada yanlışam. Ona görə C variantdır. Sonra məqsəd şagirdlərdə sual tərtib etmək bacarığını formalaşdırmaqdır. Şagirdlərdən bəziləri bunu necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik feillərdən ibarət siyahı təqdim edir və prosesdə onlardan istifadə etmək tövsiyə edir. Nə mənfi cəhət gördüm? Heç nə. Müəllim şagirdlərdən müstəqil öyrənmə bacarığı formalaşdırır. Bu zaman onların qarşılaşa biləcəkləri maneələrdən biri duyğularını düzgün idarə etməmələri ola bilər. Bunu nəzərə alan müəllim şagirdləri öyrənmə zamanı öz hisslərini idarə edə bilmələri üçün baxaq, hələ var. İdarə edə bilmələri üçün müxtəlif strategiyalar tanış edir. Tamamilə doğru. Nə yanlışlıq gördüm? Heç nə. Amma gəl C-yə bax bir dənə. Yanlışlığa bax bir dənə müəllim. Gəl C-yə bax. O silək. Gəl C-yə bax. Məqsəd şagirdlərin hər birinin müzakirə prosesini cəlb etməkdir. Bu məqsəddir. Proses burada deyil. Yəni səhvlik bu hissədə deyil. Səhvlik bundan sonrakıdandır.
Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət qrup yaradaraq onlara sual formalaşdırmalı. Elə bura kimi oxu. Və passiv sual yaranmır. Və bu oxumayan yetim və biraz passiv olan yetim nə qarsın? Görsən yanlışlıq göz qarşısındadır. Sonra deyir cütlərlə iş formasına aiddir. Şəxsarası intellektdə cüt deyirsə müəllim. Fərd olmaz da, bu fərd çıx. Fərd nəyə aid idi? Fərdiyə. Introvert nəyə aid idi? Fərdiyə. Cütlərə nə aid idi? Şəxs, şəxsarası. Bir də ekstrovert, ekstrovert. Şəxsarası intellektdə və ekstrovert şəxsiyyət növünə sahib şagirdlər üçün xüsusi əlverişlidir. Tamamilə doğru. Elə A variantı doğru cavabdır. Gəl B-lərə baxaq görək. B, C, D, yəni digər variantlara baxaq görək. Onların yanlışlığı nədir? Çatışmazlığı iş zamanı ortaya çıxan qeyri-işgüzar səs-küyüdür. Qeyri-işgüzar səs-küy nədə ola bilər? Qrupda ola bilər, bütün siniflə işdə ola bilər. Yaxın inkişaf zonasını gücləndirir. Yaxın inkişaf zonasını gücləndirən qrup idi. Müəllimin şagirdlərə qoşulmaq imkanı. Bütün sinif dedim, bütün sinif iştirak edən hansıdır? Elə bütün siniflə iş forması. Şagird özünün zəif və güclü tərəflərini müəyyən edə bilir. Şagird özünün zəif və güclü tərəflərini müəyyənləşdirsə, bu fərdi məşğul olur axı. Sonra doğru cavab deməli nə idi? A variantı, eləmi? Bəli. Baxıram, 12-yə az qalsın çıxırdım. 12-ci sual. Biliş və bacarıqların tətbiqi üçün daha çox şərait yaradır. Bax, biliş və bacarıqların tətbiqi üçün daha çox şərait yaradır. Fərqli fəaliyyətlər həyata keçirmək olur. Müəllim, burada daha çox fərqli fəaliyyət deyirsə, fərdi aydın məsələdə ola bilməz. Biliş və bacarıqların tətbiqi üçün daha çox şərait, fərqli fəaliyyətlər həyata keçirmək. 2 nəfər olanda bir o qədər fərqlilik olmur axı, məcburuq çox olsun. Çox olanda da artıq gəlir, nəyə çıxır? Qrupa çıxır. İndi məqam var ki, bizi çaşdırar. Müəllim, bəs niyə bütün olmasın? Bütün sinifdə, bütün iş formasında, bütün siniflə iş formasında, bütün sinif fəaliyyətdə iştirak edir və tərifində bütün sinif görürük. Bütün sinif görürük. Bütün siniflə iş formasında. Gör, burada bütün siniflə var, yox. Deməli, 10 cəbdən qalan qrupla iş forması, yəni B variantı. Daha sonra baxırıq nəyə? Bəzən yalnız fəal şagirdlər iştirak edir, utancaq və passiv şagirdlər kənarda qalır. Bu nəyin çatışmazlığı idi? Passiv və utancaq şagirdlər kənarda qalır, qeyri-işgüzar səs-küy yarana bilər. Bütün siniflə iş formasında. Nəyə aiddir? D-yə. Daha sonra hər bir şagird fəaliyyəti ilə maraqlanmaq, onlarla fərdi, ipucu məni burada qarşımdadır. Çətin ola bilər. Hər bir şagirdin. Uşaq sayı çox olanda fərdi olaraq əks əlaqə qurmaq çətin olur. D variantı. Sonra fəndaxili intellektdə, fəndaxili mi yazmışıq? Fərd olmalıdır düzgün burada. Aydın məsələni baxıb düzəldirəm bunu. Fərd daxili intellektdə və introvert şəxsiyyət növünə sahib. Fərd daxili və introvert. Fərd sözünü gördüksə nə idi? Fərdi iş forması. D variantı. Daha sonra bütün sinifi bir fəaliyyətdə birləşdirir. Daha çox ideya, fikir və təcrübə bölüşülə bilir. Hansı iş formasına aiddir? Bütün sinif, bayaq dediyim tərifdə, nəyə aiddir? B variantına. Daha sonra, şagirdlərin rəy vermə bacarıqları yüksək olmadığı halda bu iş forması uğursuzluq ola bilər. Bax, nəyin uğursuzluğu idi? Rəy vermə, münasibət pis olarsa, hansı iş forması idi? A variantı, qrupla iş forması. Şagirdlər düzgün yönləndirildiyi təqdirdə öz öyrənmələri haqqında, öz öyrənməsi haqqında məlumatlı olursa, deməli nətər məşğul olur bu? Fərdi şəkildə məşğul olur bu. B variantı. Daha sonra üçüncü ömür variantı, bəli. Elə eləyək ki, bütün variantlar görünsün. Hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Müəllim bir akademik saatda bir neçə iş formasından istifadə edə bilər. Bir akademik saatda. Nətər? Birinci bir 20 dəqiqə bütün siniflə iş formasından istifadə elədim. Ümumi bir sual cavab elədim. Əvvəlki dərsə aid. Arxasından da qruplara bölüb dərs keçirəm. İstifadə edə bildim. Doğrudur. Qrup müzakirələri şagirdlərə müxtəlif mülahizələri ətraflı şəkildə araşdırmağa imkan verir. Nəticədə bu onlara qərar qəbul edərək düşünülmüş seçimlər etməyə yardım edir. Bəli. Qrup müzakirələri şagirdlərə müxtəlif ideya var axı, bir neçə nəfər insan var. Fikir aparıq, ətraflı şəkildə araşdırma aparırıq və onlardan birini seçirik. Doğru. Fərdi işin qrup işi ilə müqayisədə effektivliyi tapşırığın xarakterindən və bu iş formasına
cəlb olunan şagirdlərin xüsusiyyətlərindən asılıdır. Bəli. Bəlkə elə bir tapşırıq var ki, bax belə bir məqam var idi ki, qrup işi zamanı seçilən mövzu qrup işinə uyğun olmalıdır. Bəlkə seçdiyim mövzu qrup işinə uyğun deyil, elə fərdi yerinə yetirməliyəm. Bax o zaman mövzu fərdi işə daha uyğundursa və şagirdlərin də xarakteri xüsusiyyəti fərdi işə daha uyğun gəlirsə, deməli fərdi iş qrupla işdən daha üstündür. Yəni tətbiq etmək daha effektiv olar. Qrupla iş formasının istifadəsi zamanı şagirdlərin əməkdaşlıq, demişik qrup varsa ünsiyyət əməkdaşlığı var da. Əməkdaşlıq etməsi onların yeni ideyaların formalaşmasına təkan verib, yaradıcılıqlarını inkişaf etdirə bilər. Yaradıcılıq problem həll etmə, layihə yaradan zaman yaradıcı yanaşma, gördünüz? Yaradıcılıq. Doğru. Daha sonra bütün siniflə iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olar. Bax, məsələyə bax. Bütün siniflə iş görürsən, əgər bütün siniflə iş görürsən, bütün sinif bir dənə fəaliyyət ətrafında formalaşır. Ortaya bir problem, bir sual qoyuram, bütün sinif bunun ətrafında formalaşır. Sən hər uşağa 20 uşağın 20-sinə fərqli tapşırıq verib, təzədən bunlara rəy verib, bunu qiymətləndirə bilməzsən, axı ona vaxt çatmaz. Deməli, yanlışdır. Bütün sinifə iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onları yaradıcılıq, bütün sinifə fərqli fəaliyyət verə bilmərsən. Hansı fikir doğru deyil? Qrupla, deməli, iş formasının layihə zamanı daha çox istifadə olunur. Bəli, layihə, problem həll etmə, düz. Daha sonra bütün siniflə iş formasında sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin etmək mümkündür. Bəli, sual-cavab prosesi qurulur. Bax, bütün sinif aktivdir. Hamıya bir suallar verirəm, ortaya sualını verirəm, gözləmə vaxtı verirəm ki, 3 saniyə, 5 saniyə gözləyirəm, hər kəs sualı düşünsün. Hamı görsən aktiv olur və hər kəsin anlaması təmin olunur. Fərdi iş formasında müəllim özünü və qarşılıqlı qiymətləndirmədən istifadə oluna bilər. Fərdi iş formasında dedik, bəli. Müəllim qiymətləndirməsindən, özünü qiymətləndirmədən, qarşılıqlı, yəni yoldaş qiymətləndirməsindən istifadə oluna bilər. Müəllimin hansı iş formasından istifadə edəcəyi bir sıra amillərdən asılıdır. Bax, müəllimin hansı iş formasından istifadə edəcəyi bir sıra amillərdən asılıdır. Doğru. Yəni, məsələn, mövzudan asılı ola bilər, şagirdin xüsusiyyətindən asılı ola bilər. Bax, o məqamlardan asılıdır. Xaotik səs-küy ancaq bütün siniflə iş formasında olur. Xaotik səs-küy nədə də ola bilər? Bütün sinifdən alınıb qrupla iş formasında da ola bilər. Yəni, yanlış cavab E variantıdır. Bütün xaotik səs-küy bütün siniflə iş formasından alınıb qrupla işdə də ola bilər. Və onun da qarşısını almaq üçün nə etməli idik? Qaydaları tətbiq etməliydik. Bəli. Qaydaları kimlə bir yerdə tətbiq etmək daha doğrudur? Şagirdlərlə bir yerdə, bəli, daha doğrudur. Oldu müəllimlər. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti izahlarda görüşənədək.